Türkiyədə barəsində casusluq ittihamı ilə istintaq aparılan İstanbul Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu'nun işində Azərbaycanla bağlı hissə diqqət çəkib. Belə ki, şübhəli şəxs qismində saxlanılan və FETÖ ilə əlaqəsi olduğu qeyd olunan Hüseyn Gün 2005-ci ildə Birləşmiş Ştatlarda fəaliyyət göstərən hüquq bürosu vasitəsilə Freedom LLC adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə bu şirkət vasitəsilə Azərbaycanın demokratikləşməsi adı altında bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının sədri olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib. Sözü gedən iddialar isə ölkəmizdə müxalifətin fəaliyyəti nəzərə alınanda təəccübləndirici deyil. Hələ ötən əsrdən bəri Azərbaycanda müxalifət partiyalarının üzvləri müxtəlif ölkə, qurum və təşkilatların sifarişlərini yerinə yetirməklə məşğuldur. Misal olaraq elə Azərbaycan Milli Azadlıq Hərəkatı dönəmindəki prosesləri vurğulamaq olar. Belə ki, SSR dövründə Dövlət Təhlükəsizlik Komitəsi müxtəlif regionlardakı milli hərəkatları nəzarətdə saxlamaq üçün agent şəbəkələri qururdu. Elə Azərbaycanda Qarabağ hadisələri zamanı Dövlət Təhlükəsizlik Komitəsi etirazları idarə etmək və yaxud yönləndirmək məqsədi ilə müxalifət qruplarına da öz agentlərini yerləşdirib. Hətta keçmiş Azərbaycan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Vaqif Hüseynov da öz xatirələrində qeyd edirdi ki, milli hərəkatın başlaması prosesi Dövlət Təhlükəsizlik Komitəsinin nəzarəti altında olub və bəzi liderlər əlaltı əməkdaşlar kimi fəaliyyət göstəriblər. Eyni şəkildə keçmiş prezident Ayaz Mütəllibovun açıqlamalarına görə SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Kriçkov AXC liderlərinin həbsini qadağan etmişdi. Yanvar hadisələrindən sonra 400-500 nəfər həbs olunsa da, AXC-nin əsas liderləri İsa Qəmbər də daxil dərhal repressiya olunmayıb. Bu kimi amillər isə İsa Qəmbər və yandaşlarının Dövlət Təhlükəsizlik Komitəsinin yaratdığı əlaltıları olduğunu sübut edir. Digər tərəfdən 20 yanvar hadisələri zamanı Yevgeni Primakov da İsa Qəmbərin həbsinə imkan verməyib. AXC liderlərinin bir çoxu həbs olunsa da Qəmbərə toxunulmayıb. Hətta o 1990-cı il noyabrda parlamentə seçilib və sonradan AXC hakimiyyətə gələndən sonra spiker olub. Bundan yanaşı Azərbaycanda AXC hakimiyyəti dövründə rəhbərlik Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərinin açılmasından imtina edib və maneə olunub. Bütün bu faktlar və indi də İmamoğlu işində yenidən İsa Qəmbərin adının çəkilməsi, o və onun timsalında bir çox müxalifət üzvünün digər ölkələrdən dəstək aldığını, maliyyələşdirilməsi fonunda da sifarişlərini icra etdiklərini deyə bilərik. Doğrudur, İsa Qəmbər mətbuata verdiyi açıqlamada son iddiaların əsassız olduğunu bildirir. Amma təbii ki, mütəmadi olaraq xarici qüvvələrin sifarişlərini icra etməsi fonunda görünür o bir çox şeyi unudub. Amma diqqətdə saxlanılmalı bir məqam var ki, bu və ya digər formada İsa Qəmbər və onun kimilərin qanunsuz fəaliyyətlərinin, dövlətə və millətə xəyanətlərinin qarşısı alınıb və daim alınacaq.